Bismillahirrahmanirrahim. Hörmətli dinləyicilər, biz artıq mübarək Ramazan ayındayıq. Bu ay sıradan bir ay deyil. Əslində insan psixikasının, insan iradəsinin, insanın daxili aləminin sanki yenidən bir müvazinətə gəlməsi, özü, daxili aləmi və çevrəsi ilə ahəngləşməsi bir dövrüdür. Ramazan ayı sadəcə olaraq bir aclıq ayı deyil. Burada insanın psixikasının, onun emosiyalarının, onun təbii ehtiyaclarının özü tərəfindən şuurlu şəkildə idarə olunması mövsümüdür. Bu idarə olunma, bu özünü tənzimləmə şuurlu şəkildə bir ay müddətində xoş niyyətlə yerinə yetirilərsə, bu nizamlama bir il boyunca bizlə davam edə bilir, bizim bütün bir ilimizi Ramazan ruhunda şəkilləndirə bilir. Ramazan ayında insanın özünə, çevrəsinə münasibəti, öz instinktlərinə münasibəti tamamilə yeni bir şəkildə, Yaradanın bizim fitrətimizə uyğun şəkildə verdiyi təlimata əsasən idarə olunması mövsümüdür. Ramazan ayını fitrətimizə uyğun şəkildə və Yaradanın bizə buyurduğu nəfsimizlə bağlı, istəklərimizlə bağlı, duyğularımızla bağlı, bizim qarşımıza qoyduğu tələblərə biz əməl etdikcə il ərzində bizdə toplanmış bütün neqativ his, duyğu, münasibətlərin sıfırlanması və yenidən yeni səhifədən bir həyata başlamaq imkanını bizə tanımış olur. Odur ki, Ramazan ayını layiqli şəkildə dəyərləndirmək insanın psixoloji, fiziki, fizioloji sağlamlığı üçün çox mühüm əhəmiyyət daşıyır. Bu ayı zikirlə, dua ilə, ibadətlə keçirtmək bizə bir daxili rahatlıq, sakitlik gətirir ki, bunun da səbəbindən bizdə hormonal fonumuzda bir dəyişiklik baş verir. Stres hormonlarının səviyyəsi aşağı düşür. Stres hormonlarının səviyyəsi aşağı düşəndə bizim qanda fəaliyyət göstərən immun hüceyrələrimiz daha fəal, daha səmərəli fəaliyyət göstərə bilir. Bu bizim il ərzində xəstəliklərə qarşı müqavimətimizi, dözümümüzü möhkəmləndirir. Beləliklə, Ramazan ayının bərəkəti insanın həm mənəvi, həm fiziki sağlamlığı baxımından çox böyük əhəmiyyət daşıyır və hər il Yaradanın bizə vermiş olduğu bütün il boyu toplanan neqativlərdən sıfırlanaraq, təmizlənərək yenidən bir daha mənalı, daha tutumlu bir həyat yaşamaq şansı verir. Ramazan ayının bizim həyatımıza, çevrəmizlə ünsiyyət və münasibətimizə təsiri əlbəttə ki, fitrətimizə uyğun olaraq doğru düzgün yaşamağın yeni bir şansı kimi tərəfimizdən dəyərləndirilməlidir. Eyni zamanda Ramazan ayı günahların bağışlanma ayı kimi insana bir mənəvi rahatlıq da gətirir. Çünki biz il boyu etdiyimiz hərəkətlərin bəzilərindən razı, bəzilərindən narazı qalırıq. Bəzilərindən peşmançılıq hissi bizə müəyyən vicdan ağrıları, vicdan əzabı yaşatmış olur. Amma etdiyimiz zikir, dua və savab əməllərlə, tutduğumuz orucla biz bu günahlardan təmizlənmiş bir qədər mənəvi yüksəliş hissi yaşamış oluruq ki, bu da insan psixikasına, insan psixologiyasına çox müsbət təsir göstərir. Gələcəkdə quracağı ünsiyyət və münasibətlərdə əvvəlki səhvləri buraxmamaq, daha doğru, düzgün qərarlar qəbul etmək imkanı verir. Odur ki, bu aydan bacardığımız qədər faydalanmağa, onun bizə verdiyi bərəkətdən, onun bizə verdiyi potensial imkanlardan mümkün qədər daha səmərəli istifadə etməyə cəhd göstərməliyik. Bu işdə hər birimizə xeyir, bərəkət, uğur arzulayıram. Ramazan ayınız mübarək.